Mən Əyyubzadə Cavidan, Azərbaycan Dövlət İqtisad Universitetinin 2023-cü il maliyyə ixtisası üzrə məzun olmuşam. Bu 4 il ərzində bacardığım qədər müxtəlif layihələrdə iştirak etməyə çalışmışam. Bu dövrdə İnklüziv Təhsil Mərkəzinin sayəsində müxtəlif təlimlərdə, müxtəlif layihələrdə iştirak etmişəm. 2022-ci ildə Macaristanda bir semestr Erasmus Plus mübadilə proqramında iştirak etmişəm və 2023-cü ildə universiteti 97 orta müvəffəqiyyət göstəricisi ilə və qırmızı diplomla bitirmişəm. Hal-hazırda isə Azərbaycan Respublikası Hesablama Palatasında Dövlət Büdcəsi və Strateji Təhlil şöbəsində məsləhətçi vəzifəsində çalışıram. Və bu 4 il ərzində mənə qatdığı hər şey üçün UNECA və bu dövrdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən Aydəmirova xanım 2020-ci ildə İqtisad Universitetinə qəbul oldum. 2024-cü ildə məzun olmuşam. Burada təhsil aldığım 4 il müddətində İnklüziv Təhsil Mərkəzindən çox yaxından əlaqələrimiz olub. Mənə çox dəstək olub bu mərkəz. Ona görə hər kəsə başda Sevinç xanım olmaqla təşəkkür edirəm. Bu mərkəzin təkcə bu universitetdə olmağı universitetin üstünlüklərindən biridir. Mən oxuyan ya da oxumayan hər kəsə, yəni ki, qəbul olacaq hər kəsə universiteti və buradakı bu fürsətləri, bu əlverişli şəraiti tövsiyə eləmişəm. Ümid edirəm ki, buradan məzun olan tələbələrin hamısı və yaxud da hal-hazırda burada təhsil alan tələbələrin hamısı gələcəkdə yüksək yerlərdə olarlar. Həm universiteti, həm özlərinin adlarını yüksək yerlərdə ucaldarlar. Mən də inşallah onlardan biri, karyeramın başlanğıcındayam. Ümid edirəm ki, uğurlar məndən də yan keçməz. Amin Hüseynov 2014-2018-ci illər ərzində İqtisad Universitetinə təhsil almışam. Sənaye İqtisadiyyatı ixtisası üzrə 2018-ci ildə bitirmişəm. İqtisad Universitetində təhsil alarkən yəni İnklüziv Təhsil Mərkəzinin rəhbəri Sevinç Məsumova ilə tanış olmuşdum və o təhsil müddəti ərzində dəstək olmuşdu mənə. Hal-hazırda Finka Azərbaycanda mütəxəssis vəzifəsində çalışırdım. Mən Əsədova Səyyarə 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam. Ancaq inklusiv təhsillə tanışlığım 2017-ci ildən başlayıb və orada könüllü olmuşam. Bunu deyə bilərəm ki, bəzən sual verirlər ki, universitet sənə nə qazandırdı? Hər şeyin ən yaxşısını, ən gözəlini qazandırdı. Gözəl dostluqlar, cəmiyyətə inteqrasiya, hər şeyin ən yaxşısı. Və bugün mən fəxr edirəm ki, nə yaxşı mən Azərbaycan Dövlət İqtisad Universitetinin məzunuyam. Здравствуйте, меня зовут Захид Алиев. Я учился в университете с 2016 по 2021 год в отделе финансов. На данный момент работаю в частном секторе. Про университет могу сказать только то, что он дал очень много того, чем я пользуюсь до сих пор, знания. И я очень рад, что я был частью этого университета. Mən Fərədzadə Amin, 2017-ci ildə İqtisad Universitetinə qəbul olmuşdum və İqtisad Universitetinə qəbul olduqdan sonra bu 5 illik universitet dövründə özümə dəyər qatmağa başladım, fəallığımı artırmağa başlamışdım. Tələbə elmi cəmiyyətində öz fakültəmin sədri oldum. Bir ildə bacardığım qədər tədbirlər keçirtməyə çalışdım və hətta hədəf qoymuşdum fakültə rekordunu qırmaq lazımdır və onu da bacarmışdıq. Ondan sonra universitet həyatı bitdikdən sonra oradan qazandığım təcrübələrlə İnklüziv Təhsil Mərkəzində gördüyüm iş təcrübələrini artıq öz həyatımda uygulamağa qərar verdim və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə artıq Vulkan layihəmiz start götürüb. Bu layihənin əsas məqsədi əlilliyi olan gəncləri cəmiyyətə inteqrasiya etməkdir. Onların diskriminasiyasının qarşısını almaqdır. Bacardığımız qədər çalışırıq, yığdığımız təcrübələri göstərməyə çalışırıq ki, inşallah bizim də cəmiyyətə bir faydamız olar.